Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki 2-ci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. Və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Siz uzun illər çadırlarda, qaçqın düşərgələrində yaşamışsınız. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir. Bir daha sizi təbrik edirəm.